Gastroşizis nədir? Mən Toğrul Ömər, uşaq cərrahiyyə tibb bölümü üzrə fəlsəfə doktoru. Bu gün yeni doğmuşlarda olan çox nadir və ağır bir hallardan danışacağım. Gastroşizis, yəni orqanların qarın boşluğundan kənarda yerləşməsidir. Bu istər nazik bağırsaq, yoğun bağırsaq, istərsə qaraciyər dalağı da ola bilir ki, bəzən bunlar bir pərdə halında birləşmiş bir pərdənin içində ola bilər. Buna amfilasiya ilə deyirlər. Bəzən isə həmin pərdə olmadan bağırsaqlar direkt çöldə yerləşir ki, buna gastroşizis deyirlər. Bu uşaq cərrahiyyəsinin çox nadir rast gəlinən və ağır bir hallarındandır. Gastroşizis ümumiyyətlə orqanizmdə öncəliklə bağırsaqlar formalaşır, bağırsaq borusu deyil, bağırsaqlar sonra o uşaq bədən formalaşır, ona rekanalizis deyilir. Bağırsaqlar geriyə orqanın qarın boşluğuna yerləşməlidirlər ki, bu proses pozulduğu halda orqanlar çöldə qalır və nəticə etibarilə uşaq bununla doğulur və bu uşaqlar ana bətnində daimi amnion mayisin çirkləndirilir, bəzən bunlara amniosintezdə icra olunur. Valideynlər çox narahat olur ki, bu xəstəliklər sağalandırmı, sağalmazmı, necə olunur? Bəzi xəstəlikdə, bəzi gastroşizin forması əgər ölçüsü kiçikdirsə, doğulandan sonra qarın boşluğuna orqanlar yerləşə bilirsə, bir etapda cərrahi müdaxilə ona aradan qalxır. Yox, bəzi hallarda böyük bir formatçı, bütün nazik, yoğun bağırsaqlar, qaraciyər, dalaq çöldədirsə, o zaman qarın boşluğu həcmi çox kiçik olur. Orqanları bir etapda oraya yerləşdirib, o qarın boşluğunun defektini qapatmaq mümkün deyil. Çünki orqanlar sıxılaraq qan dövranı pozulur, kompartman sindroma girə bilir və xəstəni itirə bilər. Bu hallarda qarın boşluğu ön divarına bir plyonka, silikoplast dediğimiz plyonka tikilir. Bağırsaqlar, orqanlar həmin plyonkanın içinə yerləşdirir. Hər gün o yavaş-yavaş sıxılaraq qarın boşluğuna yerləşdirir və nəticədə qarın boşluğu dartınaraq genişlənir. Və tam yerləşdirdikdən sonra bu istər 10 gün, 15 gün, bəzən 30-40 günə qədər çəkə bilir ki, yerləşdirdikdən sonra qarın boş həcmi artdıqdan sonra artıq defekt bağlanaraq bu problemlər aradan qaldırılır. Valideynlərə səsləndiyimiz odur ki, bəzən bunlar çox nadir də olsa, bəzən görünsə də ən çox suallar gəlir ki, bu xəstəliklər tamam əməliyyat elədik, bitdi və bundan sonra bu xəstəliklərin hansısa bir problemlə üzləşmə şansları varmı? Bəli, əlbəttə ki, gastroşizisdə bağırsaqlar bir-birinə yapışması, yəni bayka dediyimiz hallar ola bilir, bağırsaq keçməməzliyi yarana bilir və bəzən gastroşizisdə yanaşı olaraq bağırsaq atreziyası ola bilir ki, yəni bağırsağın hissəvi olmaması ki, bu hallarda da əlbəttə ki, digər bir daha ağır bir fəsadlarla üzləşmək olur. Ümumiyyətlə gastroşizis və bu xəstəliklərin, yəni ölüm riskləri də çoxdur. Valideynlər bunları da anlasınlar və əlbəttə əməliyyat olunmadığı halda %100-dürsə cərrahi müdaxilə ilə 60-80% bu xəstələr tam sağlam qalır və normal həyatlarını davam edirlər. Bizim şəxsi təcrübəmizdə 5-6 pasiyent var ki, artıq 5 yaşın üzərinə, 6 yaşın üzərinə çıxıblar. Biz onları izləyirik, heç bir həyatlarında belə narahatçılıqlar yox, normal uşaqlar kimi tam öz həyatlarını yaşayırlar. Valideynlərə buradan səsləndiyimiz hər bir cərrahi patologiyanın bugünkü zamanda, bugünkü gündə əlacı və çarəsi var. Sadəcə vaxtında həkimə müraciət etmək, vaxtında düzgün diaqnoz qoyaraq düzgün müdaxilə olunması və uşaq cərrahi komandası lazımdır ki, bu komandanın sayəsində bu pasiyentlər sağlam qalır. İstər neonatoloqlar olsun, yeni doğmuşlarda, istər cərrahi komanda olsun, istər əməliyyatxana olsun, istər anesteziyoloq olsun. Biz bütün komanda şəklində, istər uşaq anesteziyoloq, istər neonatoloq, istər cərrahi komanda şəklində işləyirik və bu pasiyentlərin yaşaması üçün əlimizdən nə gəlirsə edirik. Təşəkkür edirik.